Çevrə 9-cu sinif. Bilirik ki, müstəvi üzərində verilmiş nöqtədən bərabər məsafədə yerləşən bütün nöqtələrdən ibarət olan fiqura çevrədir. Yəni, burada artıq sonsuz sayda nöqtə var və həmin nöqtələri birləşdirsə, alarıq bir dənə çevrə. Verilmiş nöqtə deyirik çevrənin mərkəzi. Tutaq ki, o nöqtəsidirsə, deyirik o mərkəzli çevrə. Çevrənin mərkəzi ilə onun istənilən nöqtəsini birləşdirən parça deyirik radiusdur. Yəni, bu radiusdur. Mərkəzindən istənilən deyək ki, o A radiusudur, o B radiusudur. İkisi də nədir? Radiusdur. Çevrənin istənilən iki nöqtəsini birləşdirən parçaya deyirik vətər. İstənilən iki nöqtə deyəndə nəyi nəzərdə tuturuq? Tutaq ki, çevrə çəkək bir dənə. Bir dənə bax, belə çevrə olsun. İstənilən iki nöqtə. Deyək ki, burada bir A nöqtəsi qeyd edək, burada bir B nöqtəsi qeyd edək. Artıq A və B nöqtələrini birləşdirən parça bizim olur vətərimiz. Əgər bizim vətər mərkəzdən keçsə, bəli, ona deyəcək diametr. Mərkəzdən keçən vətərə diametr. Deyək CD vətər. Çevrədə ən böyük vətər diametrdir. Bəli. Deməli, bizim AC, A, B və CD vətərlərdirmi? CD diametrdirsə, D ilə işarə edirik. Görürsünüz, O nöqtəsindən D-yə qədər də eğridir. O nöqtəsindən, yəni o D-miz də eğridir. O C-miz də eğridir. Onda bizim ümumi CD-miz nəyə bərabər olur? 2. Yəni bir sözlə diametrimiz neçə eğridir? 2 eğri. Diametr bərabərdir 2 eğri. Yaxşı? Uşaqlar, bilin ki, istənilən çevrənin uzunluğunun onun diametrinə nisbəti sabit ədəddir və pi-yə bərabərdir. Bu nə deməkdir? Bax, deyək ki, bir uzun simdir da, düzdür. İpdir ya sim. Bunu biz bundan bir dənə çevrə düzəldiriksə və həmən bu çevrənin uzunluğunu, bax, bu simin uzunluğunu deyək el ilə işarə eləmiş. Həmən o uzunluğu bölsək, bax, bunun diametrinə deyək. Eyni bir ədəd alır. İstəyirsən, bax, bu qədər simi çevrə düzət diametrinə böl. İstəyirsən, bax, balaca bir deyək ki, sim olsun. Bunu qatda bir dənə çevrə düzəltdim. Bax, bunu yenə öz diametrinə bölsək, yenə 3,14 alasınız. Bax, böyük çevrəni də, yəni bu eli də, bax, burada da eli deyə bölsəz 3,14 alasınız. Burada da eli deyə bölsəz nə alasınız? 3,14. Ona görə istənilən çevrənin uzunluğunu bölüblər onun diametrinə 3,14 nöqtələr alıblar və bunu da sabit ədəd kimi nə ilə işarə eləmişik? Pi ilə. Onda eli deyə böləndə pi düşürsə, buradan el nəyə bərabərdir? Pi vuraq D. Tənasüb kimi vururam da, düzdür? Burada da D-nin yerinə 2R yazıramsa, onda D-nin yerinə 2R yazanda nə olur? 2 pi R. Artıq bizim oldu L çevrənin uzunluğu. Ya pi D ilə işarə eləyəsiniz, ya da 2 pi R ilə işarə eləyəsiniz. Yaxşı mı? Uşaqlar, çevrə ümumi olaraq 360 dərəcə. Var çevrənin qövsünün dərəcə ölçüsü. Tutaq ki, A, B qövsünün dərəcə ölçüsü neçə dərəcə olar? Çevrənin mərkəzi bucağı neçə dərəcədirsə, mərkəzi bucaq neçə dərəcədirsə, yox. Onun qövsü də o dərəcə. Daxili bucaq söykəndiyi qövsünün yarısı. Yəni, bizim A, O, B mərkəzi bucaqsa, mərkəzi bucaq A, O, B-dirsə, bərabərdir AB qövsünə. AB qövsünü də belə yaza bilərik. A, M, B qövsü. Qövs işarəsi bax, bu cür işarə olur. Yaxşı mı? Yəni, bizim burada mərkəzi bucağımız 120 dərəcədirsə, qövsümüz neçə dərəcə olar? 120 dərəcə. Ancaq mərkəzi, bax, bu təpə nöqtəsi hardadır? Mərkəzdir. Təpə nöqtəsinin mərkəzində. Tərəfləri çevrəni kəsən bucağa mərkəzi. Amma ola bilər ki, həmin qövsə söykənsin, amma təpə nöqtəsi çevrənin üzərində olsun. Onda buna deyirik, daxilə çəkilmiş bucaq. Deyək ki, bura C-dirsə, artıq bizim A, C, B bucağımız mərkəzi bucağın yarısıdır. Mərkəzi bucaq alfadirsə, onda bu nə olur? Alfa böl 2. Və yaxud qövsün yarısıdır. A, M, B qövsünün nə idi? Yarısı. Yaxşı? İndi bax, belə bir nümunə göstərirəm, yadınızdan çıxmasın.
Tutaq ki, çevrədir. Bir dənə mərkəzi bucaq çəkir. Mərkəzi bucaq 60 dərəcədir. Uşaqlar, qövs neçə dərəcədir? 60. A, B qövs. A, M, B qövs. Bu tərəf, bu N qövsü neçə olar? 120. Ümumi neçə dərəcədir? Buradan 60-ı AMB qövsüdürsə, AMB qövsü 60-dırsa, onda ANB qövsünə nə qalır? 300. Bəli, 300. İndi biz 9-cu sinif dərsliyimizdə var, böyük qövs və kiçik qövs. Kiçik qövs minor qövs, böyük qövs major qövs. Dərslikdə yəqin ki, 9-cu sinif dərsliyimizdə var. Minor qövslər, major qövslər. Dərslikdə. Yəni qarşınızda o sözlər çıxa bilərsə, minor və major, kiçik və böyük qövslər demək. Yaxşımı? İndi uşaqlar, bu hansı qövs oldu? Mərkəzi bucaq oldu, düzdür? Ola bilər ki, bizim bucağımız mərkəzdə yox, təpə nöqtə çevrənin üzərində. Buna deyirik, daxilə çəkilmiş bucaq. Qövsümüz neçə dərəcədir? Onda daxili bucağımız olur 60-ın yarısı, 30 dərəcə. Bir də ki, yadında saxlayın. Eyni qövsə söykənən daxilə çəkilmiş bucaqlar bərabərdir. Nə deməkdir? Bax, gəlin bir dənə çevrə çəkək. Bir dənə bax, çevrə çəkirəm. Bax, AB qövsünü burada götürürəm, düzdür? AB qövsü. AB qövsünə söykənən bucağın biri olsun alfa bucağı. AB qövsünə söykənən bucağın biri olsun beta bucağı. AB qövsünə söykənən bucağın biri olsun deyək ki, qamma bucağı. Bax, hər üç bucaq hara söykənibdir? AB qövsünə söykənib, düzdür? Bunların üçü də bir-birinə bərabər olur. Yəni, alfa bərabərdir. Beta o da bərabər nəyə? Qammaya. Yadda qalar. Sizə deyək ki, alfanı 30 dərəcə verib, betanı soruşar. Qammanı soruşar. Bilin ki, hər biri 30 dərəcə. Bu harada qarşımıza çıxar belə, deyək ki, bucaqlar. Bax, məsələn, bizə çevrəni verib. Bax, buranı verib 20 dərəcə, buranı soruşur. 20. Görsən, bu 20-nin qarşısındakı qövs buradırmı? Görsən, bu qövs, bu M qövs həm də nəyin qarşısındadır? X-in qarşısında. Deməli, bura 20-dirsə, X də 20-dir. Eyni qövsə söykəni var. Yaxşımı? Sonra, nəyi bilməlisiniz? Çevrə üzərində hər dəqiqə bu çevrəni çəkmək uşaqlar bizim vaxtımızı almasın deyə belə yəqin ki, qəbul edərik də çevrəni. Çevrə üzərində hər hansı A, B vətəri çəkilibsə, A, B vətəri və bir dənə də əlavə deyək ki, CD vətəri çəkilibsə, əgər AB vətəri CD vətərinə bərabərdirsə, bu vətərlə bu vətər bərabərdirsə, onda onların ayırdığı qövslərin dərəcələri bərabər. Yəni, bu M qövsü, N qövsünə nə olar? Bərabər. Yəni, deyə bilərik ki, A, M, B qövsü bərabər nədir? C, N, D qövsü. Vətərlər bərabərdirsə, qövslər bərabərdir. Əksinə, qövslər bərabərdirsə, məsələn, buranı verər 60 dərəcə qövsü verib, bunu da verib 60 dərəcə. Bu vətəri 4 veribdir, bu bir vətəri soruşur. Bəli, qövslər bərabərdirsə, vətərlər bərabər. Oldu? İndi ola bilər ki, bizim çevrədə vətərlər kəsişər və kəsişmə zamanı onlar arasındakı bucaqlar neçə dərəcədir. Bax, onları diqqətlə qulaq asın ki, hər birini öyrənə biləsiniz. Çevrə olsun, nöqtələri qeyd edək. A nöqtəsi və B nöqtəsi. A, B vətəri və olsun, bir dənə olsun A, C vətəri. A, C vətəri. Bizə də verər CB diametri. CB diametri. Uşaqlar, bu diametr çevrəni yarı bölürmü? Çevrəni yarı bölürsə, onda CNB qövsü neçə dərəcə olar? 180. Bəli, 180 dərəcə. Deməli, CNB 180 dərəcədirsə, A daxili bucaq sayılır. Söykəndiyi bucağı nə idi? Onda bucaq A'mız nəyə bərabər olar? 90. Bəli, onda diametrə. CB bizim üçün nədir? A bucağı neçə oldu? Diametrə söykənən bucaq həmişə 90 dərəcə olur.
A bucağı burada. İstəyirsən bax bu bucaq gəlsin buradan, biri də gəlsin bax belə. Yenə hara söykəndi? CB diametrinə söykəndi. Yenə neçə dərəcə oldu? 90. Bax istəyirsən deyək ki, D nöqtəsi burdadır. Buradan B-ni, buradan C-ni birləşdirsən, yenə burada neçə dərəcədir? Yadınızda saxlayın ki, əgər daxili bucağı diametrə söykənibsə, həmin bucaq neçə dərəcə olacaq? 90 dərəcə. İndi ola bilər ki, vətərlərimiz elə kəsişməsin, vətərlərimiz belə kəsişsin. A, B vətəri, C, D vətəri. Bunlar kəsişdisə, bunlar arasındakı bucaq yaranır. Bunlar kəsişən zaman, bunların ayırdığı ki, qövslər varmı? Bax, həmin bunlar arasındakı bucaq bu qövslərin cəminin yarısıdır. Deməli, alfa bərabərdir. M qövsü üstə gəlsin. N qövsü bölək. Nə zaman? Vətərlər harada kəsişib? Daxildir. Mərkəz demir. Daxildə. Mərkəz, vətərlər daxildə kəsişərsə, onlar arasındakı bucaq ayırdığı qövslərin dərəcə ölçüləri cəminin yarısıdır. Ola bilər ki, vətərlərimiz uşaqlar daxildə yox, xaricdə kəsir. Gəlin də ona bir dənə deyək ki, bax buradan bir dənə silək, xaricdə bir dənə kəsişməni göstərim. Bax deyək ki, CB vətəri belədir. Deyək ki, D nöqtəsi buradadır. D, A vətəri də buradan deyək ki, belə getdi. Bunlar gəldi, burada kəsişdi. Burada kəsişir də düzdür, alfa burada oldu. İndi bunlar arasındakı bu qövs nə olar? Buradakı bucaq varmı? Xaricdə. İndi fərqini yarısı olur. Yəni, buradakı alfa bərabərdir. Bəli, M çıxaq N bölək 2. Yəni, vətərlər daxildə kəsişəndə cəminin yarısıdır. Xaricdə kəsişərsə, fərqini yarısıdır. Yadda qalar? Bu bir. Bir də ki, var uşaqlar. Çevrədə kəsişən vətərlərin xassəsi. Çevrədə kəsişən vətərlərin xassəsi. Deyək ki, bir dənə A, B vətəridir. Bir dənə də olsun C, D vətəri. Bunlar kəsişibsə və hər hansı bir deyək ki, K nöqtəsində kəsişib. Bura mərkəz də ola bilər, kənar da ola bilər. Bilməliyik ki, kəsişən zaman ayrılan parçaların hasilləri AK vuraq KB, yəni kəsişmədə bölünən parçaların hasilləri bərabər. AK vuraq KB bərabər olur eyni qayda ilə, bəli, eyni qayda ilə CK vuraq KD. CK vuraq KD. Yəni, bura A desək, bura B desək, bura C, bura D desək, nə deyə bilir? A vuraq B bərabərdir C vuraq. Yadda qalar? Harada kəsir, kəsir. Bəli, sən indi deyirsən ki, müəllim, belə deyirsən da, indi sənin sualından görürəm ki, bax, sən deyirsən ki, müəllim, bəlkə vətərin biri belədir, biri də belədir. Düzdür? Bura A-dır, bura B-dir, bura C-dir, bura D-dir elə. Nə oldu olsun? O xassə həmişə doğrudur. A vuraq B bərabərdir C vuraq B. Yaxşı? İndi bir qaydanı yadımıza salaq. Əgər çevrədə vətər radiusa perpendikulyardırsa, bax, deyək ki, bu vətərimiz olsun, AB vətərimiz olsun. Bu da bizim radiusumuz olsun da, düzdür? Radiusla vətər perpendikulyardırsa, onda vətər yarı bölünür. Yadda qalar? Radius vətərə perpendikulyar olanda vətər yarı bölünür. Ha, radius yox. Tutaq ki, radiusumuz, vətərimiz 10-dursa, 5 qalır. Tutaq ki, belə bir sual verir bizə. Deyər ki, AB vətərinin uzunluğu 8-dir. Çevrənin radiusu 5-dir. Mərkəzdən O nöqtəsindən vətərə qədər olan məsafəni tapın. 4. Baxaq. İndi AB 8-dirsə, mərkəzdən vətərə qədər deyəndə perpendikulyar olur da. Yarı olur, 4 olur. Bizim ümumi radiusumuz 5-dir. Ha, deyək ki, O, deyək ki, C nöqtəsi. Uşaqlar, O-dan C-yə qədər məsafə eyni ilə O-dan B-yə qədər məsafəni verir. Bura da radiusdur. Bura neçədir? 5. Burada bir dənə düzbucaqlı üçbucaq görürük mü biz? Bax, belə bir dənə, o biraz rəngi qaraldı. Bax, burada bir dənə düzbucaqlı üçbucaq görürük biz. Gördük? 5, 4-dürsə, düzbucaqlı 5-in kvadratında 4-ün kvadratdırsa neçə qalar?
Bura 3 qaldı. Onda bu biri qırağa nə qalar? Çünki ümumi OSİ-miz neçə idi? 5. Yadda qalar? Ay sağ. Dedik radius vətərə perpendikulyar olanda vətər yarıya. İndi belə bir xassəni qeyd edək. Əgər çevrə ilə bir ortaq nöqtəsi olan düz xəttə çevrəyə toxunan düz xətt deyilir. Nədir? Bəli. Çevrə ilə bir ortaq nöqtəsi olan düz xəttə çevrəyə toxunan düz xəttdir. Və çevrənin xaricindəki nöqtədən həmin çevrəyə bir nöqtədən 2 dənə toxunan çəkmək olar. Deyək ki, A nöqtəsindən çəkilən AB toxunanı, bir də hansı var? AC toxunanı var. Düzdür? AB ilə AC bir-birinə bərabər. Yadınızda saxlayın ki, və buradakı alfa bucağı ilə buradakı qövs var ya, M qövsü. Bax, bunların cəmi 180 olur. Yəni, bucaq BAC ilə BMC qövsünün cəmi neçə olmalıdır? 180. Tutaq ki, bura verəcək 60 dərəcə, səndən qövs soruşacaq. 120. Yaxşı? Bir də ki, bilin ki, həmən A nöqtəsindən çevrənin mərkəzini birləşdirən düz xətt, mərkəzi birləşdirən düz xətt. Bu nə olur? Tən böləni. Yəni, bura 60 idisə, 30 bura olur? 30 bura olur. Və yadınızda saxlayın ki, mərkəzlə toxunana, AB toxunanına, toxunma nöqtəsində çəkilən radius toxunana perpendikulyar, həmişə. Orada da perpendikulyar olur. Burada da perpendikulyar. Yəni, burada radiusdursa, burada radius. Artıq burada nə yarandı bizim üçün? Düzbucaqlı üçbucaq yarandı. Düzdür? 30 dərəcə qarşısında duran katet, onda bizim A-dan O-ya qədər məsafəmiz 2R olurmu? O-dan bu çevrəyə qədər məsafə R-dirsə, onda burada R qalır da. Düzdür? Görürsünüz, ora 60 dərəcə olanda verilmiş nöqtədən çevrəyə ən qısa məsafə nəyə bərabər oldu? Radiusa bərabər oldu. Yadda qalar? 60 dərəcə olan. Və bildik ki, bu çəkilən toxunanlar bərabərdir. Bildik ki, çəkilən AO mərkəzə çəkilən düz xətt bucağı yarı bölür. Bildik ki, mərkəzlə çevrəni toxunanına çəkilən radius neçə dərəcəli bucağa əmələ gətirir? 90 dərəcəli bucağa. Bu 3 dənə xassə burada yerləşir. Bax, məsələlərdə də bunlardan yetərincə istifadə edilir. Sonra gəlir çevrənin deməli Vətən bu yaşanır burada. AB vətəri deyirsən, BC vətər, hərflərlə. Yəni orada qeyd edilən nöqtələrlə adlanır da. Vətər radiusu R ilə adlandırmışlar, düzdür? Amma vətəri V ilə adlandırmırıq da. Vətəri, yəni onu təyin olunan nöqtələr. Məsələn, bəlkə sən M-in vətəri çəkirsənsə, M-in vətəri nə cür yazırıq? M-N. Oldu? İndi hansı xassəni deyək? Biz çevrədə toxunan və kəsənin xassəsi var. Daxili bucağın xassəsini dedik. Sonra çevrədə mərkəzi bucağı dedik. Toxunanlar, vətərlər kənarda kəsişirsə, dedik fərqinin yarısıdır. Düzdür? İndi gəlin biz çevrənin xaricindəki nöqtədən həmin çevrəyə kəsən və toxunan çək. Çevrə deyilə, bunun xaricindəki nöqtədən dedik çevrəyə 2 dənə vətər çəkilibsə, kəsən çəkilibsə, A, B, C, D, bu da olsun deyəm. 2 dənə kəsən, çevrəni kəsən düz xəttlər. Və yaxud da vətərlərin uzantıları harada kəsişib? A nöqtəsində kəsişib. Hansı xassə var? Baxın uşaqlar, kəsənlərin xassəsi nədir? AB vətərinin çöldə qalan hissəsi, daha doğrusu BC vətərinin çöldə qalan hissəsi nədir? AB. Bunu vururuq ümumi hissəyə. Asiya. Bax, çöldə qalan hissəni vurursunuz ümumi hissəyə. Ümumi hissə nədir? Eyni qayda ilə bərabər olmalıdır. Bunun çöldə qalan hissəsi nədir? AD. Vuraq ümumi hissə, ümumi. Ay. Və yaxud bunları hərflərlə işarə eləsəm, bunun çöldə qalan hissəsinə deyirəm
A. Daxilinə kisə deyirəm B. Bura C, bura D. Onda nə yazarıq? A vuraq, ümumi hissə nə olur? A plus B. Bərabərdir. C vuraq, ümumi hissə nə olur? C plus D. Bunlar qayda olaraq əzbər yadımızda qalmalı. Yaxşı? Çöldə qalan hissə vuraq, ümumi. Bəli, hasilləri bərabər. Sonra ola bilər ki, bizim çevrədə düz xəttimizin biri toxunar, Bir kəsər. biri kəsər. A, B, C, D. Bax uşaqlar, görürsən, AB-nin elə çöldə qalan hissəsi də AB-dir. Ümumisi də AB-dir. Elə özünü özünə vursaq nə eləyər? Abi. X vuran X kvadrat. Yəni, bunun özü də A-dır, çöldə qalan hissəsi. Amma burada çöldə qalan hissə nədir? Vuraq, ümumi hissə nədir? A-dır. Yəni, biz buraları A, B, C ilə işarə edirəmsə, onda nə yazaram? A-nın kvadratı bərabərdir. B vuraq, B plus C. Yaxşı? Yaddan çıxmaz ki, bu qayda. Ay, sağ olun. İndi qoy görək uşaqlar. Bizim əlavə davam edirik. Bir dənə əlavə izaha ehtiyac var. Bax uşaqlar, əgər çevrənin daxilinə və ya xaricinə dördbucaqlı çəkilibsə, bax çevrədir. Gəlin birinci daxilinə dördbucaqlını çəkək, sonra xaricinə. Deyək ki, çevrə daxilinə 1, 2, 3, 4. Daxilinə dördbucaqlı çəkilibsə, yadınıza saxlayın. A, B, C, D. Qarşı bucaqların cəmi bərabərdir. Bucaq A ilə C-nin cəmi də, bucaq C-nin cəmi də 180-dir. Bucaq B ilə D-nin də cəmi neçə olmalıdır? Bucaq D, B üstə gəlib bucaq D bərabərdir 180. Bunları birini alfa, birini beta, alfa plus beta da 180-dir. Birinə x, birinə y desək, yenə cəmi neçədir? Əgər dördbucaqlı çevrənin daxilinə çəkilibsə, qarşı bucaqlarının cəmi nədir? Bərabər. Yəni, hər ikisini neçəni verir? 180. Bəli, indi gəlin uşaqlar. Çevrənin xaricinə dördbucaqlını çəkək. Çevrənin xaricinə çəkək. Bax, çevrədir. Bax, çəkirəm bir dənəsini. Xarici 1, 2, 3, bu da olsun neçə? 4. Tərəflər olsun A, B, C, D. Görürsən, bir dənəsini daxilə çəkmişəm, birini xarici. İndi uşaqlar, burada xassənədir. Burada da qarşı tərəflərin cəmi bərabərdir. Qarşı tərəf nədir? AB-yə qarşı nədir? İndi AB ilə CD-nin cəmi yox. BC ilə bəli, AD-nin cəminə bərabər olmalı. Bizə nətər verəcək misallar? Deyəcək ki, dördbucaqlının AB tərəfi 8-dir, CD tərəfi 10-dur. Cəmi neçə eləyəcək? Deyəcək, BC ilə AD-nin cəmi tap. Deməli, bu 218 olur. Onda perimetri neçə olacaq? O 218, o 218. Perimetri neçədir? P bərabər 36 olur. Tərsini verər. Deyər, dördbucaqlının perimetri deyək ki, 38-dir. AB ilə CD-ni tap. Perimetri 38-dirsə, onda bu yarısına bərabərdir. 38-in yarısı neçədir? Onda deyə bilərik ki, AB ilə CD-nin cəmi neçə olur? 10-dur. Oldu? Qarşı bucaqla qarşı tərəflərini bildik. Daxilə çəkiləndə nə oldu? Xaricə çəkiləndə nə oldu? Bax, daxilə çəkiləndə belə bir sizə də xassə verər, etiraf. Deyər ki, çevrəni 4 dənə hissəyə bölünübdür. 3K, deyər ki, məsələn, 3, 4, 5, 6 nisbətdə bölünübdür. 3K-dır, bura 4K-dır. İndi bura 4K olsun, bura 5K olsun, bura neçə K olsun? Bunların cəmi neçə olmalı? 360 olur. İndi təzədən biz tapdığımız nə olur? Qövsün dərəcələri olur, düzdür? Yəni onu bir. Qövsün dərəcələri var. Bölünür elə bir ədədə.
4K-nı burada götürmüş, eləmi? Olsun, baba belə olsun da, bir dənə 4 bucaqlı belə olsun. Neçə K eləyib bu? 18K-mız. K-mız neçədir? İndi bizim hələ qövsümüz 20-dir. Ha. İndi gəl baxa. Onda bu bucaq neçə olur? Bu bucaq yox, qövs. Bura neçə olur? Bu qövs neçə olur? Deyək ki 100-dür. Biri də nədir? 120-dir də. İndi bucaqlarımız şərti götürmüş. İndi biz bu bucağı soruşuruqsa, bu bucağı bax bu 3 qövs, bax bir də bu 2 qövsü nə olmalıdır? Yarısı. Daxil bucaq daxil. Bəli. 60 ilə 80-in cəmi. Yarısı 70 bura olur. İndi bu bucağı soruşursa, bunu bax görürsüz. İnşallah bax o bucaq. Bax görürsüz, baba bu bucağı görürsüz. Bax bu bucaq qarşısındakı qövs baba buradır. Baba buradır. Deməli bu 100 ilə 80-in cəminin 90 bura. İndi keçirib bu qövsə. İndi bura 90 deyil. Bura bunun cəmi neçə olmalıdır? Onda bura da 90 olmalı. Görək düzdürmü? Bu qövs neçədir? Bu qövs neçədir? Cəmi isə ya gör. Buranın neçədir? 70 deyil. Bunun da qarşı 110 olmalı. Onda bu qövslərin cəmi 220-ni verməlidir. 120 ilə 100-ün cəmi 220 görsün. Oldu? Bir var sizdən qövsləri soruşa, bir var 4 bucaqlının bucaqları soruşa. Ha. Biz buradan K-nı 20 tapanda 60, 80, 100, 120 qövsləri tapdıq. Amma bucaqları nə tapdıq? 90, 70, 100. Yaxşı? İndi bizə lazım olacaq çalışmalar həllində nələr? Çalışmalar həllində nələr? Kvadratın yaxud da düzbucaqlının daxilinə və xaricinə çəkilmiş çevrənin radiusları üçün düzdür. Bax, bu olsun bizim üçün kvadrat, düzdür. Görək bir dənə də çevrə çəkə bilsək yaxşı olar ki. Görək bunu götürüb ora qoya bilsək. Görək onu nətər götürsək Allaha xoş gedər. Yaxşı. Gəlin buradan çəkək çevrəni. Bax, bu bizim olsun bir dənə çevrəmiz. Bu da bizim olsun bir dənə kvadratımız. Belə çəkirmi? İndi bax, bu çevrə nə? Hara çəkilir? Kvadratın daxilinə. Bəli. Deyirik ki, kvadratın daxilinə çəkilmiş çevrə və yaxud da deyirik ki, çevrənin xaricinə çəkilmiş kvadrat. Əgər çevrənin xaricinə kvadrat çəkilirsə, uşaqlar, bax, bu bizim üçün nədir? Diametrdir. Həm də bu bizim kvadratın nə idi? Tərəfi. Kvadratın tərəfləri A-dır da, düzdür. Kvadrat tərəfləri A. Onda bizim A-mız nəyə bərabərdir? 2 diametri axır radius 2-dən erdir. Buradan radius nəyə bərabər olur? Yox, radius tapanda. Yəni radius tərəfi nə idi? Nə vaxtdır? Çevrə kvadratın daxilinə çəkilir. Amma çevrə kvadratın xaricinə çəkilsə, çevrə kvadratın xaricinə çəkirsiniz. Kvadratın xaricinə çəkdim ha. Onda bu çevrənin radiusu bax buradan bax bura qədər olur. Onda olur bunun diaqonalı. Onda diaqonal nəyi verir kvadratın diaqonalı? Tərəflər adsə diaqonal nəyi verir? Bu bərabər 2r-dirsə, biz düzbucaqlı bucaqdan keçmişdik ha. Katetlər A idisə, PT-niz nə olurdu? Kökdə 2 misildə yazmışdıq, düzdür? A kökdə 2. Onda buradan r nəyə bərabərdir? A kökdə 2 bölünsün 2. Kvadratın daxilinə çəkiləndə, laf onu gəlin kiçik yerlə yazım ki, biləsiniz. Kvadratın daxilinə çəkiləndə kiçik yer bərabərdir. A bölünsün 2. Bax, bu kiçik yerdir. Böyük yer nəyə bərabərdir? Yəni kiçik yerimiz tərəfin yarısıdır. Böyük yerimiz diaqonalın yarısı. Diaqonal kvadratın diaqonalı. Tərəflər adırsa diaqonal nə olur? Düzdür? Həmin o diaqonal çevrənin diametridir. Yəni A kökdə 2-miz diametrimiz neçə erdir? A kökdə 2-miz 2 erdirsə, buradan r-i tapıramsa, r bərabər A kökdə 2 bölünsün 2. Yaxşı?
İndi bu hansı bu dördbucaqlıda nədədir bu kvadratlarda? Parallelogram olar, romb olar. Onda artıq biz hündürlüyün yarısı deyəcəyik. Tutaq ki, mən paralelogramın və yaxud da rombun daxilinə bir dənə, bu da bizim üçün rombdur. Romb. Mən bunun daxilinə bir dənə çevrə çəkirəmsə uşaqlar, çevrə çəkirəmsə, bunun diametri rombun hündürlüyüdür. Bəli, h bərabərdir 2 dənə kiçik. Yaxşı. Artıq bunun xaricinə mən çevrə çəkə bilməyəcəm. Rombun xaricinə çevrə çəkmək olmaz. Amma düzbucaqlının xaricinə çevrə çəkmək olar. Düzbucaqlıdırsa, şəklimiz düz çəkək. Düzbucaqlıdırsa, düzbucaqlının xaricinə çevrə çəkiriksə, artıq bunun çevrənin diametri düzbucaqlının diaqonalıdır. Düzbucaqlının diaqonalı hardan tapırıq? D bərabər. Onsuz da düzbucaqlı üçbucaq da. Hipotenuzun kvadratı nəyə bərabərdir? Katetlərin kvadratları cəmi. Bu bizim diaqonalı verir. Radius nəyə bərabər olur? D bölü 2. D-nin də yerinə bunu yaza bilmərəm. A kvadratı gəlir. B kvadratı bölünsün. Oldu? Bunun da daxilinə biz əgər çevrə çəkə biliriksə, onda bu düzbucaqlı kvadrat olur. Yaxşı? Kvadratımız olsun düzbucaqlıdır. Deyə bilmərəm ki, düzbucaqlının daxilinə çevrə çəkmək olmaz. Çəkmək olar. Onda bütün tərəflər bir-birinə nə olmalıdır? Bərabər. Yaxşı? Ay sağ ol. Sonra ola bilər bərabər tərəfli üçbucağın daxilinə və xaricinə çevrə çəkmək olsun. İnşallah. Bax, bərabər tərəfli üçbucaq birliyi nədir? Tərəfləri A-dır da, düzdür. Üçbucağın daxilinə çevrə çəkiriksə, indi biz bunları gələcəkdə geniş öyrənəcəyik. Hələ ki testimizdə bunlar üçün düsturlarımız var. Kiçik yerimiz bərabərdir. A bölünsün 2 kökdə 3-dür. Xaricinə çevrə çəkirəmsə, böyük yerimiz bərabərdir. A bölünsün eləcə kökdə 3-dür. Buradan görünür ki, böyük yer kiçik yerdən neçə dəfə böyükdür? 2 dəfə. Onda yaza bilərik. R bərabərdir 2. Bu hansı üçbucaqda? Bərabər tərəfli. Bərabər tərəfli. Yazmışıq nə vaxtsa? Tərəfli. Sonra məsələlər həllində qarşımıza çıxacaq. Düzgün altıbucaqlının daxilinə və xaricinə çəkilmiş çevrənin radiusu. Düzgün altıbucaqlının. Düzgün altıbucaqlı da bilir ki, bütün tərəfləri bir-birinə nədir? 1, 2, 3, 4, 5, bu da olsun 6. İndi şəklimiz biraz görək, oxşada bilsək yaxşı olur. 1, 2, 3, 4, 5. Bunun hər bir bucağı 120 dərəcə olmalıdır. Bunun daxilinə çevrə çəkiriksə və xaricinə çevrə çəkiriksə, yadınıza saxlayın. Xaricinə çevrə çəkəndə R bərabərdir. Bunun böyük və kiçik diaqonallarını sizə yazmışdıq. Böyük diaqonal D bərabərdir 2A-dır. Kiçik bəli, A tərəflərdir. Kiçik diaqonal bərabərdir. A kökdə 3. Bunları indi biz kiçik yerin kosinuslar teoremindən alındığını gələcəkdə öyrənəcəyik. Sadəcə işdə qarşımıza məsələlər çıxanda nəyi verəcək? Tərəfi verəcək 6, xaricinə çevrilmiş çevrənin radiusudur. Elə tərəf nəyə bərabər? A-ya bərabər. Düzdür, indi daxilə çəkilmiş çevrənin radiusu üçün belə bir düstur var. R bərabərdir, A bölünsün 2 dənə tangens 180 bölünsün N. Bu da altıbucaqlıdırsa, tangens 30 dərəcədir. Tangens 30-da da 1 böl kökdə 3-dür. Kökdə 3 çıxır sürətə, A kökdə 3 bölünsün nə qalır? 2. Yəni tərəfi verəndə kiçik radiusu da buradan tapa bilərik. Yaxşı? Dördbucaqlar üçün də dedik uşaqlar. Bax uşaqlar. Yox. Bax mərkəzi deyək ki, bax bu bir dənə çevrədir elə. Bax bir dənə də çevrə çəkin. Bax. Bu çevrələr nə cür çevrələr adlanır? Bunun mərkəzlər amma eynidir.
Mərkəzlər eynidir. Bu hansı çevrələr adlanır? Mərkəzləri eyni. Buna deyək R1. Bu oldu R2. Mərkəzləri eyni, radiusları müxtəlif olan çevrələr deyəcəyik konsentrik çevrələr. Konsentrik çevrələr. Yaxşımı? Artıq bu çevrələr arasındakı qalan hissə də deyəcəyik halqa. Çevrələr arasındakı halqa. Bunun sahəsi var. Biz dairənin sahəsindən danışmadıq, eləmi? Dairənin sahəsi hansı düsturla evrilidir? Pi r-in kvadratı. Ola bilər r-in də yerinə d bölü 2 yazar. Eyni qaydana bu nə bərabər olur? Pi d kvadratı bölünsün 4-ə. Çünki r bölünsün 2-ni biz kvadrata yüksəldəndə demişdik. Həm r-i kvadrata yüksəldirik, həm də 2-ni. R yox, daha doğrusu d-ni kvadrata yüksəlsək də pi d kvadrat bölünsün 4. Bu da olur bizim üçün nə? Halqanın sahəsi. İndi halqanın sahəsi nədir? Böyük pi r kvadratından kiçik pi r kvadratını çıxıramsa, pi-ni çıxardaram mötərizə xaricində nə qalar? Böyük r kvadrat çıxar, kiçik r kvadrat. Yaxşı? Da indi burada böyük yeri, kiçik yeri verəcək ki, biz radiusları tapa bilək. Oldu xəyal? Sonra bax gəlin baxaq bir dənə də. Ola bilər ki, 2 dənə çevrəmiz xaricdən toxunur. Bir çevrə, bu da olsun ikinci çevrə. Bunların mərkəzləri arasındakı məsafə nə olar? Yox, R1-dir, bu da R2. Bilmir yaxı eyni radiusludur. Bunların mərkəzləri arasındakı məsafə, yəni O1 nəyə bərabər olar? O1 bərabərdir radiusların cəmi. Və yaxşı, bunlar ola bilər daxildən kəssin, düzdür? Çevrənin biri budur. Çevrəmiz biraz maşallah olsun. Yaxşı çevrə çəkə bilmirik. Deyək ki, bir dənə də çevrə olsun. Bunlar harada kəsişdi? Daxildə. Bunların, bax, bunun mərkəzi buradan bura olsun R1. O birinin də mərkəzi buradır elə. Buradan da bax, bura qədər olur ümumi nə? Bunların mərkəzləri arasındakı məsafəni tapmaq üçün neynərik? Böyükdə, onda R2 çıxaq nəyi taparam? R1. Yaxşı? Yəni, deyər ki, çevrələr daxildən toxunur, çevrələr xaricdən toxunur. Çevrələr ola bilər daxildən toxunmasın, ola bilər xaricdən toxunmasın. Deyək ki, məsələn, bir dənə çevrə budur, bir dənə çevrə budur. Bunlar arasındakı məsafə sizcə radiusları cəmindən böyükdür, yoxsa kiçikdir? Bəli, deməli O1 böyükdür R1 plus və bunlar əgər daxildə kəsişməsə, bunlar arasındakı məsafə onların fərqinə nədir? Cəminə nədir? Kiçik. Oldu? Sonra